Gününüz xeyirli olsun dəyərli izləyicilər. Sabahın hava xəbərini diqqətinizə çatdırıram. Çox isti olacaq. Xəbərə diqqət yetirək. Xəbərdən öncə zəhmət olmasa burada üstə gəl işarəsi var. Ola bir dəfə vurun ki, bizə abunə olasınız. Hamınıza təşəkkür edirəm. Martın 17-sində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Statinfoya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 isti, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 isti, gündüz 26-31 dərəcə isti. Dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq.